Salam dəyərli abituriyentlər, Səhət Akademi Tədris Mərkəzinin buraxılış 4 imtahanının suallarının izahına baxaq. İlk növbədə 9-cu sinif suallarının izahından başlayaq. Deməli, birinci sualımız belədir. Mərkəzi o nöqtəsi olan çevrədə AO 12 cm, BAC uzağı 15 dərəcə olarsa, BNC qövsünün uzunluğunu tapın. Diqqət etsək, çevrənin mərkəzi O nöqtəsidirsə, BAC uzağı 15 dərəcə verilir. BAC uzağı 15 dərəcədirsə, BAC uzağı daxilə çəkilmiş buzaqdır. Daxilə çəkilmiş buzağın dərəcə ölçüsü 15 dərəcədirsə, BNC qövsünün dərəcə ölçüsü 30 dərəcə olacaqdır. BNC qövsünün uzunluğunu tapanda alfa dərəcəli qövsünün uzunluğu pi r alfa bölünsün 180 dərəcə düsturu ilə tapılır. Bizdə də radius AO 12 cm bizə verilib, gətirib yerində qoysaq olacaq pi vurulsun 12 vurulsun 30 dərəcə bölünsün 180 dərəcə. 30 dərəcə ilə 180 dərəcə ixtisar apararıq. 6 12'ni də 6'ya bölsək 2 pi. Yəni doğru cavab olacaq A variantı. Bu birinci sualımızın izahı. İkinci belə bir məsələyə baxaq. Bir məsələnin izahına baxaq. Həm kökaltı ifadələr, həm də müxtəsər vurma düsturlarının tətbiqləri ilə bağlı məsələlərdir. Mən yuxarıdakı x minus y-i kök altında x minus kök altında y vurulsun kök altında x minus kök altında y bölünsün kök altında x minus kök altında y kimi yaza bilərəm. Minus kök altında y də təbii ki kənarda qalır. Kök altında x minus kök altında y ixtisar olur. Yerdə qalan hissəni yazsaq, olacaq ki, kök altında x plus kök altında y minus kök altında y. Kök altında y'lər gelir, cavab verir kök altında x. Burada da doğru cavab A variantı olur. Başqa bir sualımızın bir daha izahına baxaq yenə. ABCD paralelogramında LAC və NCA bucaqları bərabər verir. Perimetr ABN 30 olarsa, ABCD paralelogramın perimetrini tapın. Fikir versək, LAC və NCA bucaqları bir-birinə bərabər bucaqlardırsa, burada yaranan ANC üçbucağı bərabərlənmə üçbucağı. Yəni AN ilə NC bir-birinə bərabər. Mən qeyd eləsəm, A tərəfin A, bu hissəni B, burası yazsam, burada bizə yerə C edəcək. Yəni, AB'nin ümumi uzunluğu B plus C. Bizdə də ABN üçbucağının perimetri verir. ABN üçbucağının perimetri 30 olduğu üçün A plus B plus C bərabərdir 30 qeyd edilir. ABCD paralelogramının perimetrini soruşduğu üçün perimetri ABCD bərabər olacaq 2 dəfə. A ilə B plus C'nin cəmi. A plus B plus C. Bu da bizə verəcək 2 vurulsun 30, cavab edəcək 60. Doğru cavab olacaq B variantı. Bu da suallarımızdan biri. Növbəti sualımız tənişlər sistemi mövzusuna aiddir. Tənişlər sistemində təmin köklərinin araşdırılması ilə bağlı məsələdir. Tənişlər sistemində A parametrin hansı qiymətində, tənişlər sisteminin sonsuz sayda həlli olur. Tənişlər sisteminin sonsuz sayda həlli olması üçün X-in əmsalları, Y-in əmsalları və sərbəst sədlərin nisbətləri bir-birinə bərabər. Belə bir hal olacaq. A bölünsün 3, bərabər olacaq. 3 bölünsün A, bərabər olacaq. 3 bölünsün 3. Bu iki bərabərliyi nəzərə alsaq, A kvadratı bərabər olacaq 9. Burada A-nın 2 qiyməti olur. A bərabər olur, plusunuz 3. Əgər A-nın müsbət 3 götürsək, 3 bölünsün 3, bərabərdir 3 bölünsün 3, bərabərdir 3 bölünsün 3 olacaq ki, bu halda tənişlər sisteminin sonsuz sayda həlli olur. Doğru cavab 3 olacaq. Mənfi 3'ü ona görə götürməyəcək ki, mənfi 3'ü qoyanda x-in əmsalları ilə y-in əmsallarının nisbəti bir-birinə bərabər olur, sərbəst səth fərqli olur. O da tənişlər sisteminin həlli olmadığı hala aiddir. Ona görə bizim doğru cavabımız olacaq A. Cavabımız belədir. Köşətdə 19 ədədinin kəsr hissəsini tapın. Köşətdə 19 ədədi 2 ardıcı tam ədəd arasında yerləşir. 4 və 5. Ona görə də köşətdə 19 ədədinin tam hissəsini 4-ə böləcək. Ədədin kəsr hissəsini tapmaq üçün həmin ədədin
özündən onun tam hissəsini çıxır. Cavabımız olacaq kök 19 plus 4. A variantı. 65-ci sualın izahına baxaq. Kök altında 3 plusun kök altında 7 minus 2 kök 10. Kök altında 7 plus 2 kök 10. Bunlar ifadələrin hər birini eyni kökün altında salsam, olacaq kök altında 3 plusun 7 minus 2 kök altında 10. 7 plus 2 kök altında ifadəsini alıram. Bu da 7 minus 2 kök altında 10, 7 plus 2 kök altında 10 ifadəsi bizə müxtəsər qurma düsturunu verir. 49 minus 2 kök altında 10'un kənardan kvadratı ifadəsi olacaq. 49, 2 kök altında 10'un da kvadratı 40 edir. Cavab olacaq 3 vurulsun 49 minus 40. Bu da bizə verir kök altında 3 vurulsun 9. 9'dan da kök 3 çıxdığı üçün bizdə olacaq 3 kök altında 3. Bu cavab A. Belə bir məsələnin izahına baxaq. Həyətdə qoyunlar və toyuqlar var. Onların başlarının sayı 17, ayaqlarının sayı 44-dür. Həyətdə neçə toyuq var? Təmiş sistemi qurmaqla məsələ həllinə aid bir sualdır. Deməli, həyətdə toyuqlar və qoyunlar varsa, toyuqları T ilə, qoyunları da Q ilə işarə etsək, onların birlikdə başlarının sayı 17, ayaqlarının sayı isə 44 olarsa, bizdən toyuqların tapılmasını istəyir. Yuxarıdakı təmiyin hər tərəfi -4-də vursam, olacaq -4T minus 4Q bərabərdir -68. Aşağıda da 2T plus 4Q bərabərdir 44 alıram. Bu ifadəni tərəf-tərəfə toplasam, Q'lər islah olur. -2T bərabər olur. -68-dən 44-ün çıxanda -24. T də bərabər olur 12. Həyətdə 12 toyuq var. Növbəti sualımız imtahanımızdan belə bir sualdır. İfadəsində bərabərliyini ödəyən A və B tam ədədləri üçün A və B ifadəsinin qiymətini istəyir. Biz ilk öncə kök altında 72, kök altında 50, kök altında 27 və kök altında 108 ədədlərini kökdən çıxarmağa çalışaq. 72-ni 36 vurulsun 2, 50-ni 25 vurulsun 2, 27-ni 9 vurulsun 3, 108-i isə 36 vurulsun 3 kimi yaza bilərik. Buradan kök altında 72 əvəzinə 6 kök altında 2, 5 kök altında 2, 3 kök altında 3 və 6 kök altında 3 kimi yaza bilirik. 6 kök altında 2, 5 kök altında 2 bizə verir 11 kök altında 2, üstəcə 9 kök altında 3. Bu da bərabərdir. A kök altında 2 plus B kök altında 3. Buradan da A'nı 11, B'ni 9 alır. Bizdən də A vurulsun B ifadəsini soruşduğu üçün 11 vurulsun 9, 99'a bərabər olur. Düzgün çoxbucaqlının daxili bucağı 150 dərəcə, tərəfi 5'dir. Düzgün çoxbucaqlının perimetrini tapın. Biz bilirik ki, düzgün çoxbucaqlı bütün tərəfləri və bütün bucaqları bir-birinə bərabər olan çoxbucaqlıya deyilir. Əgər düzgün çoxbucaqlının bir daxili bucağı 150 dərəcədirsə, buna qonşu olan bucağın, yəni xarici bucağın dərəcə ölçüsü 30 dərəcədir. İstənilən çoxbucaqlının xarici bucaqlarının cəmi 360 dərəcə olduğu üçün burada n sayda bucaq götürsək 360 dərəcəyə bərabər olur, n bərabər olur 12. Bizim axtardığımız düzgün çoxbucaqlının tərəflərinin sayı 12-dir. Onda perimetrimiz 5 vur 12 60'a bərabər olacaq. Cavab 60 edəcək. Buraxılış imtahanında növbəti belə bir sualın izahına baxaq. Kök altında 2025'in kvadratı minus 2022 vurulsun 2028 bərabərdir. Mən bu ifadənin sadələşdirilməsi zamanı belə bir çevirmə aparmağa çalışıram.
2025'in kvadratı yerində qalsın. 2022'in əvəzinə 2025 minus 3, 2028'in əvəzinə 2025 plus 3 ifadəsini yazaram. Kök altında 2025'in kvadratı yenə yerində qalır. Bu 2025 minus 3, 2025 minus 3 ifadəsi bizə müxtəsər bulma düsturunu verir. 2025'in kvadratı minus 9. Bir də mötərizələri açsaq. 2025'in kvadratı minus 2025'in kvadratı minus 9. 2025'in kvadratları fərqi 0 edir. Kök altında 9, cavabımız 3 edəcək. Sualımız 11-ci sinif buraxılış 4 imtihana aid olan suallardır. Belə bir sualın izahına baxaq. Y bərabərdir arc sinus 2x plus 1 bölünsü 5 funksiyasının təyin oblasını tapaq. Biz bilirik ki, arc sinus x funksiyasının təyin oblasti -1 bir parçasına daxildir. Yəni 2x plus 1 bölünsü 5 ifadəsi -1 parçasına aid olacaq. İlk öncə bərabərsizliyin hər tərəfini 5'ə vuraram. -5 kiçikdir bərabərdir 2x plus 1, o da kiçikdir bərabərdir 5. Sonra bərabərsizliyin hər tərəfindən 1 çıxsam, -6 kiçikdir bərabərdir 2x, o da kiçikdir bərabərdir 4. 2'yə də bölsəm, 2 müsbət ədəd olduğu üçün bərabərsizlik işarəsi yerində qalır. -3 kiçikdir bərabərdir x, o da kiçikdir bərabərdir 2 alır. Doğru cavab -3 2 parçasıdır. Yəni bizim funksiyamızın təyin oblasti -3 2 parçası olur. Doğru cavab C. Oturacaqlarının nisbəti 3 bölünsün 8 olan trapesiyanın uzunluğu 20 cm olan yan tərəfini nə qədər uzatmaq lazımdır ki, digər yan tərəfin uzantısı ilə kəssin. Bizim trapesiya aid olan məsələmizdir, həm də oxşarlıq tətbiq edəcəyik. Belə bir ilk öncə şəkil çəkək, trapesiya şəkli. A, B, C, D. Oturacaqlarının nisbəti 3 bölünsün 8. 3'də, orada 8 tətbiq edək. Yan tərəflərdən birinə 20 yazıram. Deyək ki, uzunluğu 20 cm olan yan tərəfini nə qədər uzatmaq lazımdır ki, digər yan tərəfin uzantısı ilə kəsişir. Burada bir Y nöqtəsində bunlar kəsişir. Fikir versək, AYD üçbucaqdır və biz bu uzantının qiymətini tapmalıyıq. Burada yaranan AYS üçbucağı ilə BYS üçbucağı oxşar üçbucaqlar olduğu üçün oxşarlığa görə x bölünsün x plus 20 bərabərdir 3 bölünsün 8 yazılır. Buradan da 3x minus 60 plus 60 bərabərdir 8x 5x bərabər olur 60'a x də bərabər olur 12. Deməli, uzunluğu 20 cm olan yan tərəfi 12 cm daha uzatmaq lazımdır ki, digər yan tərəfin uzantısı ilə kəssin. Doğru cavabımız C. Trigonometrik fənn işlərdən belə bir məsələnin izahına baxaq. 2 sinus x minus kök altında 2 bərabərdə 0 bərabərliyinin pi bölü 2 pi parçasındakı həllini tapaq. Təbii həll eləməyə çalışaq. 2 sinus x bərabərdir kök altında 2 sinus x bərabərdir kök altında 2 bölünsün 2. Sinus x bərabərdir kök altında 2 bölünsün 2 ifadəsini pi bölü 2 pi parçasındakı həllinə baxsaq, pi bölü 2 pi parçası ikinci nüva aid olur. Bu aralıqda kökdə 2 bölünsün 2 qiymətin aldığı bir qiymət var ki, x bərabər olur 3 pi bölünsün 4. Axtardığımız zaman 3 pi bölünsün 4 olur. Ehtimal nəzəriyyəsinə aid belə bir sualın izahına baxaq. Qutuda 8A və 2 qara kürətiş var. Təsadüfi götürülmüş 2 kürətişdən heç olmasa birinin qara olması ehtimalı tapılır. Ehtimalın hesablaması zamanı hadisənin ehtimalı üçün əlverişli halların sayı bütün mümkün halların sayına nisbəti olduğunu bilirik.
İlk önce burada bize əlverişli olan halların sayını tapaq. Təsadüfi götürülmüş iki kürəciklər heç olmasa birinin qara olması hadisəsi tapsaq, heç olmasa birinin qara olması o deməkdir ki, burada iki halımız var. Yəni bir qara, bir ağ olan haldır və ya hər ikisini qara olduğu haldır. 2 qara, 0 ağ. Yazıram. Biz burada diqqət etirsək, bir qara, bir ağ olan halı seçsək, olacaq kombinzon 2-dən 1, vurulsun kombinzon 8-dən 1. Hər ikisinin qara olduğu hal isə üsulu kombinzon 2-dən 2-dir. Ehtimalların toplanma qaydasına görə ehtimalımız P bərabərdir. Kombinzon 2-dən 1 vurulsun kombinzon 8-dən 1. Üstəgəl kombinzon 2-dən 2 bölünsün kombinzon 10-dan 2 ifadəsi olacaqdır. İndi hesablamamıza baxaq. Kombinzon 2-dən 1-in qiyməti 2 vur 8 üzərinə gəlir 1. 10-dan 2-ni hesaplayan zaman 10 vur 2, 10 vur 9 bölü 2, 10 dəfə 9-un 90, 2-yə də bölsən 45 alıram. 2 dəfə 8-in 16, 17 bölünsün 45. Doğru cavab 17 bölünsün 45 D variantı olur. Ardıcıllıq mövzusuna aid olan belə bir sualla davam edək. X plus 1 8 2x plus 3 ədədləri, ədədi silsilənin ardıcıl hədləri olarsa silsilə fərqini tapın. Biz bilirik ki, ədədi silsilədə 3 ardıcıl həddə ortada duran hədd ona qonşu olan hədlərin ədədi ortasıdır. Yəni 8 bərabərdir x plus 1 üzərinə gəlir 2x plus 3 bölünsün 2. Buradan 3x plus 4 bərabərdir 16, 3x bərabərdir 12, x bərabərdir 4 enliyini alırıq. X-i gətirib ifadəmizdə yerinə qoysaq, ardıcıllığımızda alarıq 5, 8, növbətinə baxsaq 2 dəfə 4, 8, 11. A1, A2, A3 ardıcıl hədlərdə D bərabərdir A2 çıxılsın A1, o da bərabərdir 8 çıxılsın 5, cavab 3 olur. Doğru cavab 3 alır. Sonuncu sualımız belədir. X kvadratı minus 7x plus 1 bərabərdir 0. Tənliyin kökləri üçün kök altında x1 minus kök altında x2 ifadəsinin qiymətini tapın. Biz Liet düsturlarına görə x1 plus x2 bərabərdir 7, x1 vurulsun x2'nin bərabərdir 1 olduğunu bilirik. İki ədədin cəminin də işarəsi müsbət, hasilin də işarəsi müsbət olduğu üçün bu ədədlərin hər ikisinin müsbət olduğu da bizə məlumdur. Kök altında x1 plus kök altında x2 ədədlərin ifadəsini tapmaq üçün belə bir düsturdan istifadə etməyə çalışıram. x1 plus x2 bərabərdir kök altında x1 plus kök altında x2'nin kvadratı minus 2 kök altında x1 vurulsun x2 ifadəsinə baxın. Diqqət yetirsək, x1 plus x2'nin ifadəsinin qiymətini zaten bilirik. 7 bərabərdir kök altında x1 plus kök altında x2'nin kənardan kvadratı, kök altında x1 plus x2'nin də qiyməti 1 olduğu üçün minus 2 kimi yaza bilir. Buradan da kök altında x1 plus kök altında x2'nin kənardan kvadratı bərabərdir 9 enliyini alıram. Kök altında x1 plus kök altında x2 bərabərdir 3 ifadəsi alınır. Doğru cavab 3 olur.